Gəldilər Peyğəmbərin yanına, dedilər, əntə təqulu innə əliyyən bəşər misluna. Sən deyirdin, Əli insandır, Əli bəşərdir. Və qəd xatəbət şəms bima xatəbə bihil bari nəfsə. Bu dəqiqə günəş onunla elə danışırdı. Elə bil günəşi o yaratdı. Günəş öz Rəbbi ilə söhbət edir. Bu dəqiqə bu cürlə danışırdı günəş oyunla. Peyğəmbər demədi, ağzına gələn danışmayın. Demədi. Peyğəmbər bilir nə deyir. Fəqalən nəbi və ma səmi'tumuhu. Nə eşitdiniz bəyəm? Minha, ondan nə eşitdiniz? Nə dedi? Fəqalu səmi'naha təqul. Eşitdik, günəş belə deyirdi. Ya əvvəl, ey əvvəl, çaşıblar hamısı. Allahdan əvvəl var. Hamısı çaşıb. Allahdan əvvəl var. Ona ya əvvəl dedi. Peyğəmbər qalə sədəqət düz deyib də. Peyğəmbər də düz deyib. Əvvəl şeyin xələqəllah nuri və nuri Əli ibn Əbi Talib. Birinci şey ki, əvvəl ki Allah yaradıb, mən və Əlinin nurudur. Ya əvvəl, yəni o. Və təqul ya axir. Burada başqa şey yazılır. Ama başqa bir hədis demək istəyirəm. İkisini də deyim. Bir başqa yerdə başqa cür deyib də. Dedi ya axir. Məgər axir Allah deyil. Ola bilər, onların qəlbi götürə bilməzdi. Ona görə Peyğəmbər orada bu sözü deyib. Amma mən o birisini də deyəcəm indi. Dedi ki, huvə axirun nas əhdən bi yuğəssilunu və yukəffinunu və yudxilunu qəbri. O axırıncı adamdır. Mənə qusul verəcək, kəfənləyəcək, qəbrə qoyacaq. Bu uşaq-muşaq üçündür. Bu cavab. Siz üçün də cavab verin. Başqa hədisdə. Ya axır, yəni nə? Ya axır, yəni nə? Ey axır. Yəni nə? Mənim sülbümdən bir nəfər axirət zamanda zuhur edəcək. Allahın yer üzündə ədalətin dolduracaq. Hökumət quracaq. Günü çatacaq, o dünyasını dəyişəcək. Müntəsər, yəni İmam Hüseyin gələcək, onun üzüyünü barmağından çıxardıb, ona namaz qılıb hakimiyyətə başlayacaq. Rəcət. Rəcət. İmam Hüseyin təqribən 309 il hakimiyyətdə olar. Bəli, rəcətdir bunlar hamısı. Sonra İmam Əli gələcək. Sonra İmam Həsən gələcək. Sonra İmam Zeynul Abidin gələcək. Ta, getdi çatdı axıra. İmam Həsən Əskəridən sonra yenə də Əli ibn Əbi Talib gələcək. Axırıncı adam ki, ayağı yer üzündən kəsəcək, qiyamət baş verəcək, o axırıncı Əli ibn Əbi Talibdir. Eşitdik, o dedi ki, ey zahir, ey aşkarda olan, qalə sədəqət, qəd qanə fi kulli uməm, sirrən və zəhərə mə'i. Bəli, düz deyib, bütün Peyğəmbər ümmətlərdə gizli gəlib, mənlə aşkara çıxıb, zahir yəni bu. Səmi'naha təqulu ya batin. Günəş dedi, ey batin. Dedi, onu da düz deyib, bətnü sirri kulluhu ləhu. Mənim içimin bütün sirri ondadır. Peyğəmbər dedi. Batin yəni bu, mənim bətnim, batinim, bütün sirrim, daxilim ondadır. Dedilər ki, ya mən huvə bi kulli şeyin əlim. Ey hər şeyi bilən, Peyğəmbər də burada onları yola verib. Dedi ki, huvəl alimu bil halali vel harami vel halali vel haram vel fəraiz və sünən. O, alimdir halallara, haramlara, vaciblərə, sünnələrə. Hər şeyi bilən. Yəni, bunları bilən də hər şeyi bilən deməyib, onları yola verib. Çətin olan beyni götürməz. Ta ki, Əleyhisselam o adamdır ki, kitab elmi sinəsindədir. Daha bunları bilirsiniz, xəbərdarsınız. Bütün aləm yığışsa bu kişinin şənindən bir dənə fəziləti dərk edə bilməz. Bütün şənindən. Dedilər, ya Əli, kişinin ən ağır vəziyyəti hansı vəziyyətdir? Kişinin ən pis vəziyyəti hansı vəziyyətdir? Bir sağa baxdı, bir sola baxdı. Allahu Ekber, Allahu Ekber. Bir sağa baxdı, bir sola baxdı ki, naməhrəm yoxdur, bu sözə naməhrəm yoxdur. Utandı da, xəcalət çəkdi Əleyhisselam. Başın sanda aşağı çağırdı onu, dedi, gəl cavab verim sənə. Kişinin ən pis vəziyyəti, ən ağır vəziyyəti hansıdır? Dedi, hansıdır? Dedi, kişinin ən ağır vəziyyəti odur ki, həyat yoldaşını gözünün qabağında vuralar. Bax, o da kişinin ən ağır vəziyyəti.